Bunun anasına deyin, anasına, bacısına, avradına deyin, babununa. Qırxınsın, məni gözləsin, hazırlaşsın. Daxildə çaqqal kimi xainlik edən və xaricdə it kimi hürən iki ayaqlıları kimlərinsə var dövləti yox, dövlətin varlığı narahat edir. İndi heç vaxt olmadığı qədər güclü olduğumuzu bildikləri üçün müxtəlif üsullarla gündəmdə qalmağa çalışan bu ünsürlər sürü kimi hücuma keçiblər. Azərbaycan dilində danışıb başqa dillərə xidmət edən bu sonradan dönmələrə Azərbaycanlı deməyə adamın dili dönmür. Ağzını Allah yolunda açmayan və hansı məhzəbə qulluq etdiyi məlum olmayan bu münafiqlər üçün müqəddəs heç nə, heç kim və heç yer yoxdur. Dövlətin daşı ağırdır. Kim onu daşıyır, kiminin başına düşür. Başa düşmək lazımdır. Başa qalxmaq yox. Buna deyin ki, bunun anasının ağından delikates pişirəcəm. Arvadının da kırmızını çıxardıb qaxac eləyəcəm. Qaxac. Bunun kimin az TV'dir, haradır, haranın rəhbəridir. Onun birbaşa rəhbərinə yedizdirəcəm. Bunun arvadını, özünü, ailəsini axtalayıb ölkədən deport eləyəcəm. Vəssalam. Çatdırarsınız bu sifətli gədiyə. AzTV'nin müxbiridir, müxbiri. AzTV'nin rəhbəri. Ümumiyyətcə AzTV'nin işçiləri var, məndən çoxsu əlaqəlidir. Yazıqlar pis gündədir. Amma AzTV'nin rəhbərliyi, digər İTV, MİTV, hamısının rəhbərliyi, hamısınızı şaklayacağım. Hamınızı asacağım göydən. Yenə deyirəm, AzTV'nin rəhbəri, o arvadı qəhədə və digərlər, hamınızı asacağım. İlham Əliyevi, gecə günü tərifləyən televiziyalar. Pakistan hava hücumundan müdafiə sistemləri işə salındı. Pakistana raket zərbələri. Bəyəxçılıq. Neyse, aydın. Qoyun xəbərlər gəldikcə atacaqlar mənə, ancaq biz keçək Tofiq Yaqublu məsələsinə. Deyiləm